Yeni mövsüm, yeni dırnaqlar. Kleopatra dırnaqlarımı yeniləməyin vaxtı gəldi. Əslində bu dırnaqları sizə hələ heç göstərməmişdim. Həyatımda çoxlu bantik dizayn etdirmişəm, amma ilk dəfə idi ki, belə rahat bantik idi. Nə saçıma ilişirdi, nə də məni cızırdı. Belə servis harda görmüsünüz? Həm seriala baxırsınız, həm birlikdə söhbət eləyib snək atışdırırsınız. Ümumiyyətlə dırnaqlarıma dizayn verməyi və seçməyi çox sevirəm. Hətta deyərdim ki, bu mənim hobbilərimdən biridir. Ətrafımdakılar da bilir və həmişə soruşurlar ki, bu ideyalar hardan gəlir, necə fikirləşib seçirsən? Allah'ım tırnaklarım ne güzel. Bu arada sizdə də olurmu belə dırnaqlarla artıq çıxıb getmək istəyirsən? Çünki bu da çox səliqəli və gözəl görünür. Burada rəng seçimi zamanında əsasən bordo rəngi istəyirdim və sağ olsun dırnaq ustamda bütün tonlar var idi. Bu rəngi vuruldum, amma qışa saxladım. Orada o da geçen. Əlimə daha açığını, biraz tündünü isə ayağıma etdirdim. Ümumiyyətlə son 8 ildə demək olar ki, fasiləsiz dırnaq etdirirəm və yalnız 1-2 dəfə sadə dizayn etmişəm. Bir dənə bu rəngin gözəlliyinə baxın siz. Və nəhayət ən sevdiyim mərhələyə gəlib çatdıq, dizayn hissəsinə. Bu arada bu hissədə artıq acırdı. Keçdik pediküra və aclığımızı yatırmaq üçün yemək sifariş verdik. Sifarişimiz gəldi və qarnımızı doyurduq. Daha sonra pedikürla davam etdik. Və budur artıq dırnaqlarımın son halı. Mənim stilim məhz budur. Başqa cür edəndə özümü özüm kimi hiss etmirəm. Bəs siz necə dırnaqlara üstünlük verirsiniz? Mütləq rəy bölməsində qeyd edərsiniz.